Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selam ala Resulillahil amin. Ve ala ehli beytihi ethirinel ahyarinel muntecebin. Ve lanetullahi ala a'daihim ecma'in. Minel an ila liqai yevmiddin. İbadallah, usikum ve nefsi bi tekvallah. Allah bəndələri, əziz möminlər, əziz cümə iştirakçıları, özümü və sizi təqvalı olmağa çağırıram. Bildiyiniz kimi, bu günlər kəramət günlərini yaşayırıq. Bir neçə gün öncə Həzrəti Xanım Məsuma Salamullahi Əleyhanın təvəllüd günləri idi. Bir neçə gün sonra Həzrəti İmam Rıza Əleyhisselamın doğum günü olacaqdı inşallah. Bu iki dənə böyük şəxsiyyətin doğum gününün arasında olan fasilə 10 gündür. Bu 10 günü alimlər tərəfindən bu şəxsiyyətlər tanınsın deyə, daha artıq mütaliə olunsun deyə kəramət günləri elan olunubdur. Mən bu günlər münasibətindən hər birinizi təbrik edirəm, göz aydınlığı verirəm. Allah inşallah Xanım Məsumənin və İmam Rıza Əleyhisselamın ziyarətlərini bu dünyada təkrar nəsib eləsin. Axirətdə də inşallah o şəxsiyyətlərin şəfaətləri hər birimizə nəsib olsun inşallah. Elhamdülillah, Allahın lütfü, kərəmi sayəsində bizim bu o boya hər iki şəxsiyyətin ziyarəti nəsib olubdur demək olar. Demək olar ki, özünü bilən adam, Əhl-i Beyti tanıyan adam, Xanım Məsumə və Əhl-i Beytin ümumiyyətlə İmam Rızanın məqamından az-çox xəbəri olan adamlar o şəxsləri ziyarət eləyiblər. Əgər aramızda ziyarət eləməmiş insan varsa da Allah inşallah onlara da nəsib eləsin inşallah. Xanım Məsumənin kəraməti, fəziləti haqqında çox sözlər danışılıbdır, çox sözlər demişik, eşitmişik. Xülasə olaraq mən o Həzrətin haqqında 3 dənə hədisin xülasəsini siz əzizlərə xatırlada bilərəm. Onlardan biri budur ki, hər kim Xanım Məsuməni ziyarət eləsə, cənnət ona vacib olar. Bu Peyğəmbərin sözüdür sallallahu aleyhi və aleyhi və səlləm. Allahümmə salli ələ Muhammed və aleyhi Muhammed və əcil fərəcə. Xatırlasanız, hərəmində də qeyd olunubdur bu hədis. Ziyarətgahın səhnəsində də yazılıbdır. Peyğəmbər buyurur ki, tezliklə, əleyhissalam, tezliklə mənim bədənimin bir parçası Qum şəhərində dəfn olacaqdır. Hər kəs onu ziyarət eləsə, cənnət ona vacib olar. Hədislərin birində bu cürdür ki, deyir, kim Qumda Xanım Məsuməni ziyarət eləsə, elə bil İmam Rızanı ziyarət eləyibdir. Hədis, səhv eləməsəm, İmam Rıza Əleyhisselamın özündəndir. Kim Xanım Məsuməni ziyarət eləsə, elə bil məni ziyarət eləyibdir. Ona görə həclə belə zəvvarların da belə deyək, mədəniyyət halına gəlib ki, kim Məşədə getmək istəyir ziyarətə, öncə Xanım Məsuməni ziyarət eləyib gedir. Üçüncü söz də budur ki, deyir kim Xanım Məsuməni ziyarət eləsə, elə bil Xanım Fatimə-i Zəhranı, Salamullahi Əleyhanı ziyarət eləmiş qədər Allah ona savab verər. Məşhur hadisədir, Allah ruhunu şad eləsin. Səhv eləməsəm, Ayətullah Mərəşi Nəcəfi ağanın haqqında, onun halatından yazırlar. Deyirlər ki, çox nəqil edir özü. Deyir ki, mən çox istəyirdim Xanım Fatimə-i Zəhranın qəbri mənə bəlli ola. Bilisdə Xanım Zəhranın qəbri çoxlarına bəlli döybüyündə. Deyir, mən çox istərdim Allahdan, gecə günüz dua edirdim, razı niyaz edirdim, əməllər yerinə yetirirdim ki, Allah mənə nəsib eləsin Xanım Fatimə-i Zəhranın ziyarətini. Bir gün deyir, yuxuda, röya aləmində gördüm ki, mənə dedilər, əgər Xanım Zəhranı ziyarət eləmək istəyirsənsə də, Xanım Məsuməni ziyarət elə. Bu qədər dəyərli bir xanımdır. Qeyd elədik ki, həm də İmam Rıza Əleyhisselamın təvəllüd günləridir bu günlər.
Rauf imam, mehriban imam, İmam Rıza əleyhissalam. Bilirsiniz, hər imam tarixdə bir sifətlə məşhurdur, məşhurlaşıbdır. Yəni, digər sifətləri də, gözəl sifətlər Əhl-i Beytdə çoxdur. Amma onların içində bəziləri daha çox o sifətlərlə məşhurlaşıbdır. Məsələn, Həzrət Əli əleyhissalam Heydər-i Kərrar ləqəbindən dəfələrlə qalib olan sərkərdə anlamına gəlir. Həzrət Əli əleyhissalam ləqəblərindən biri budur. İmam Həsən Müctəba, İmam Hüseyin əleyhissalam Seyyid-ü Şühəda, dördüncü imam, məsələn Zeynul Abidin, ya İmam Səccad, İmam Baqir, İmam Məhəmməd adıdır Baqir, yəni elmləri açan, İmam Cəfər-i Sadiq, İmam doğru imam. Doğru imam, yəni məlum idi ki, İmam Cəfər Sadiq əleyhissalamın zamanında digər məzhəblər və təriqətlər çoxalacaqdı. Peyğəmbər onun adını qoydu Sadiq, yəni doğru imam. İmam Kazim əleyhissalam, adı elə ləqəbi kimi səslədim. İmam Kazim, yəni səbr eləyən, daha doğrusu bağışlayan, öz qəzəbini söndürən, məşhur hadisə bilirsiniz, xidmətçisi başına su tükürdü. İmam Kazim əleyhissalamın o su qabından vurdu, imamın başını yaraladı. İmam əleyhissalam onu nəinki bağışladı, hətta onu Allah yolunda azad elədi. Ta ki, İmam Rıza əleyhissalamın o məşhur ləqəblərindən biri Raufdur. Allah inşallah, yenə deyirəm, hər birimizə təkrar nəsib eləsin ziyarətini. Gedən adamlar özləri halən şahid olublar ki, imamın o hərəminin daş divarından rəhmət yağır. Sanki insanın başına sığal çəkirlər. O qədər hüzur, o qədər rahatçılıq, mən özümü deyirəm, bilmirəm, inşallah sizlər nə cür onu hiss eləyibsiniz. Mən digər məsumların ziyarətində və digər müqəddəs məkanların ziyarətində onu hiss eləyə bilməmişəm. Nə qədər ki, İmam Rıza əleyhissalamın ziyarətində özümüzü rahat hiss eləyirik. İmam Kazim əleyhissalam buyurur ki, hər kəs İmam Rıza əleyhissalamı ziyarət elə və gecəni orada beytutə elə və gecə orada qala, elə bil Allahın ərşinin yanında yatıbdır. Yəni, Allah ona öz ərşində yatmış kimi nəzər eləyər. Bu hədislər həqiqətən çox böyük və dərin mənalı hədislərdilər, amma mən böyük mühəqqiqlərdən, müctehidlərdən, alimlərdən özüm oxuduğumu yox, onlardan eşitdiyimi yazmışam. Çünki adam ehtiyat edir, çəkinir bu cür sözləri danışmağa, amma böyük şəxslər ki, ehtiyat əhlidirlər, həqiqətən müctehiddirlər, tanınmış məşhur adamlardır, onlardan eşitdiklərim hədisləri etibar elədiyimə görə qeyd eləmişəm və nəql edirəm. Yenə İmam Kazim əleyhissalamdan da hədis buyurur ki, qiyamət günü Allahın ərşi bərpa olunanda 4 nəfər keçmişlərdən, 4 nəfər də yenilərdən, sonrakılardan Allahın ərşinin sağ və sol tərəflərində olarlar. Yəni, 4 nəfər qədimlərdən, yəni keçmişlərdən, böyük şəxsiyyətlərdən Həzrəti İbrahim, Həzrəti Nuh, Həzrəti İsa və Həzrəti Musa əleyhissalamlar Allahın ərşinin bir tərəfində olarlar. Sonrakılardan, yəni Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm, Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəm. Həzrəti Muhammed, Həzrəti Əli, Həzrəti İmam Həsən və Həzrəti İmam Hüseyin əleyhissalamda ərşin sol tərəfi, sağ tərəfində olarlar. İmam Kazim əleyhissalam buyurur ki, bizi ziyarət eləyən insanlar qiyamət günü bizlə oturub durarlar. Yəni, o şəxslərin yanında olarlar, ərşin yanında dayanarlar. Amma deyir, onların ən fəzilətlisi oğlum Rızanı ziyarət eləyəndir. İmam Sadiq əleyhissalamdan hədis var, deyir ki, Allah yolunda xərclənən pulların ən dəyərlisi həc yolunda xərclənənlərdir. Buyurur ki, başqa yerdə
bir dirhəmin savab çatarsa da xərclədiyim pula, həcc yolunda xərclədiyim pula 200 milyon dirhəm savab yazılar. Amma buyurur ki, bunlardan da ən üstünü 70 dəfə, mən hədislərin xülasəsini deyirəm, 70 bərabər üstündür Kərbəla ziyarəti. Bəzi hədislərdə Kərbəla ziyarətini Məşəd ziyarəti ilə müqayisə ediblər. Deyiblər ki, Kərbəla ziyarəti Məşəd ziyarəti qədərdir. Bəzi hədislərdə deyiblər ki, Məşəd ziyarəti 70 dənə qəbul olunmuş Kərbəla ziyarəti qədər savabı vardır. İndi bunların, şükür Allaha, bugün bu hədisləri anlamaq, yəni vilayət olmayan Məkkəni ziyarət eləməklə vilayətin başına dolanmağın mənası, şükür Allaha, fərqləri hamımıza aşkar olubdur. 2 milyarddan artıq müsəlman bir qrup zalimin, işğalçı, siyonistin, uşaq qatilinin qarşısında aciz qalıbdır. Bunun həqiqəti ondadır ki, müsəlmanlar vilayətin mənasını dərk eləməyiblər və vilayətin başına toplanmayıblar. Elhamdülillah, Kərbəlanın uşaqları Kərbəla tərbiyəsi görmüşlər. Meydanlarda həmin o işğalçıları diz çöktürdülər. Yəni bu, yenə deyirəm, biraz öncə bu tablo dünyada cızılmamışdan öncə çətin idi bu cür hədisləri dərk eləmək bəlkə də bir çoxlarına. Sual yaradırdı ki, yəni Kərbəla, yəni niyə Kərbəla ziyarəti məsələn həcc ziyarətindən üstündür? Yəni bunun əlbəttə bütün dəyərlər dəyərdir, bir-birindən müqayisə eləməyə mən səhv baxıram. Yəni müqayisə eləyək ki, məsələn bu bundan üstündür, bu bundan üstündür. Amma bir mənada sözü çatdırmaq üçün adam məcbur qalır ki, bu sözləri danışsın. Dedim, çox yerlərdə yəni Kərbəla ziyarətindən Məşəd ziyarəti müqayisə olunubdur. Yəni bunların Əhl-i Beyt əleyhissalam bizlərə çatdırmaq istəyirlər ki, bunların bir oxşar cəhətləri var. Kərbəla ilə İmam Rıza əleyhissalamın hərəkatında bir oxşar cəhətlər var. Bir neçə oxşar cəhətlər sayıblar da tarixdə, təhlilçilər də qeyd ediblər. Yəni biri Mədinədən çıxma tərzi idi. İmam Hüseyn əleyhissalam da Mədinəni tərk elədi. Getdi, babası Peyğəmbəri ziyarət elədi. Təxminən demək olar ki, Peyğəmbərə şikayət elədi. Dedi ki, mən məcbur eləyirlər mən buranı tərk eləməyə. Mən buranı tərk eləmək istəmirdim. Və Peyğəmbərdən orada dərdi dil elədi Peyğəmbərlə. Eyni ilə İmam Rıza əleyhissalam da o cür. İmam Rıza əleyhissalam bilir Harun ər-Rəşid paytaxt Xorasanda olanda eşitdi ki, Mədinədə İmam Rıza əleyhissalam insanlar arasında son dərəcə sevilir və bunun hakimiyyəti üçün təhlükə ola bilər və insanlar İmam Rızanın başına toplanıbdır və eyni zamanda Əhl-i Beyt dostları, böyük alimlər, fəqihlər, insanlar arasında mötəbər olan adamlar onun, yəni Harun ər-Rəşidin xilafətini tanımırdılar. Bir neçə səbəbləri nəzərə alaraq bu İmam Rıza əleyhissalamı məcburən Xorasana gətirtməli oldu ki, Əhl-i Beyt tərəfdarlarının yanında, yəni İmam Rıza Harun ər-Rəşidin yanındadır, Əhl-i Beyt tərəfdarları da belə başa düşsünlər ki, İmam Rıza bunu qəbul edirsə, deməli biz də bunu qəbul eləməliyik. Bu cəhətdən biri də buydu. Bir buydu ki, İmam Rıza kənarda nəzarətdən kənar qalmışdı, bir də buydu ki, İmam Rızanı öz yanına gətirməklə Əhl-i Beyt dostlarının məhəbbətini özünə cəlb eləsin. Bu cür hilələrə əl atırdı Harun ər-Rəşid. Amma bunun gətirtmə üsulunda düşünmüşdü ki, İmam Rıza əleyhissalam yolda gələndə öz dostlarınla, öz səhabələrinlə, öz sevənləri ilə görüşməsin. Birdən ola bilər ki, İmam Rıza əleyhissalamın Əhl-i Beyt dostlarına, müsəlmanlara hər hansı bir mesajı olsa, onu çatdıra bilməsin. Ona görə tədbir tökmüşdülər ki, İmam Rıza əleyhissalamı elə yollarla gətirsinlər ki, orada cəmaatla görüşəsi olmasın. İki yerdə İmam Rıza əleyhissalamın
görüşü çox yadda qalan, təsirli və əhəmiyyətli oldu. Onların biri Mərv şəhəri idi. O zamanki Xorasan vilayətinin şəhərlərindən biri idi və insanlar eşitmişdi ki, İmam Rıza əleyhissalam Mərvdən keçəcək, Xorasana gedir. Yolda İmam Rıza əleyhissalamı ziyarət eləmək istədilər. Onların da əksəriyyəti xristiyan idilər, məcusi idilər, bizim Əhl-i Sünnət qardaşlarımızın alimlərindən idi və biraz da Əhl-i Beyt dostlarının alimlərindən var idi. Deyirlər ki, 6000 nəfər orada qələm əhli, elm əhli var idi. İmam Rıza əleyhissalamdan müxtəlif suallar soruşdular. İmam Rıza əleyhissalam hamısını cavablandırdı və orada hər biri etiraf elədilər ki, deməli, İmam Rıza əleyhissalam doğrudan da Ali Muhammedin alimidir. Allahümme salli ala Muhammed və Ali Muhammed və əccil fərəcəhum. Biri bu hadisə idi ki, Kərbəla ilə müqayisə edirdilər. Amma mən buna təkrar qayıdacağım bu hadisəyə. Bizim İmam Rıza əleyhissalamın ziyarətini, savabını bir-birlə təkrar eləməkdə əsas bir neçə məqsədimiz var. Ki, İmam Rıza əleyhissalam bizə örnək olmalıdır, nümunə olmalıdır. Biz İmam Rıza əleyhissalamı ziyarət eləməyə deyəndə nəyi nəzərdə tuturuq? İmam Rıza əleyhissalam bizə bir neçə cəhətdən örnək olmalıdır. Ziyarəti də məna eləyəndə deyirlər ki, ziyarətin mənası odur ki, ziyarət eləyən adamdan ziyarət olunan şəxsin, yəni həmin ziyarətgahın arasında bir ruhi əlaqə və ruhi bağlılıq olsun. Yəni, insan özünü ona bənzətməyə çalışsın. Bu halda deyə bilərik ki, İmam Rıza əleyhissalamın doğrudan da bir mənası odur ki, biz gedib beyyətimizi təzələyirik. Bir mənası odur ki, biz özümüzü onların vilayətində olmağımızı elan eləyirik. Amma bununla yanaşı biz özümüzü onlara da bənzətməyə çalışmalıyıq inşallah Allahın lütfündən. Muhammed Ali Muhammedə bir salavat deyik. Allahümme salli ala Muhammed və Ali Muhammed və əccil fərəcəhum. İmam Rıza əleyhissalam dedik ki, nə üçün bir-birlə savabı var ziyarətin? Dedik ki, biri buydu ki, 2 dəfə İslam tarixində din təhlükəyə düşübdür. Biri Kərbəla hadisəsi idi ki, İmam Hüseyin əleyhissalam öz ailəsinlə, öz canınla, malınla fədakarlıq elədi və Yezid aşkar şəkildə günah eləyirdi, fəsad eləyirdi. İmam Hüseyin əleyhissalam özünü və yaxınlarını fəda eləməklə İslamı təhlükədən qorudu. Amma ikinci hadisə çox təhlükəli idi. Yəni, Harun ər-Rəşidin zamanında olan hadisə çox təhlükəli idi. Harun ər-Rəşid çox hiləgər bir insan idi. Özünü elm adamı göstərməkdən ötürü müxtəlif dinlərin fəlsəfələrini, kitablarını, görüşlərini, alimlərinin nəzərlərini ərəb dilinə tərcümə elədirdi. Desinlər ki, bu doğrudan da elmə və belə deyək də insanlığa xidmət eləyir. Amma məqsədi nə idi? Məqsədi buydu ki, elmi görüşlər ki, keçirirdi, bu insanlı alimlər ki, hərəsi bir dünyanın bir nöqtəsindən gəlmişdi, hərəsi bir dildə danışırdı, hərəsi bir sahədə alimi idi, bunları İmam Rıza əleyhissalamla görüşdürürdü, sual soruşdururdu, deyirdi, bəlkə də bunlar İmam Rızadan bir sual soruşacaq, İmam Rıza cavabını verə bilməyəcəkdi və cəmaat da görəcək ki, bunların elmi qeybi deyil, İmam Rızanın da qeybi tərəfi yoxdur. Bu da bizi kimi bəzi şeyləri bilmir. İnsanların gözündə İmam Rıza əleyhissalam haşa sındırmağa çalışırdı, amma həmişə əks nəticə verirdi. Orada iştirak edənlər görürdü ki, ən tez onlar başa düşürdü ki, İmam Rızanın elmi qeybidir. Çünki elm adamlardır, bilirdi, hərəsi öz sahəsində mütəxəssisdilər. O, Həzrəti Musaya səhnə qurulmuşdu, Firon və bütün sehirkarları, cadukarları gətirmişdi, dəvət eləmişdi
və orada istəyirdi ki, Musanı utandıra. O hadisə də məşhur hadisə və Musa əsasını atdı yerə, əjdahaya çevrildi və onların sehri batil oldu. Ən tez iman gətirənlər kimlər oldu? Sehrkarlar oldu. Çünki onlar gördü ki, bunun elmi sehirdir. Həzrəti Musanın elmi möcüzədir. Eyni ilə həmən hadisələr İmam Rıza əleyhissalamın məhzərində və xidmətində təkrar olunurdu. Və onlar görürdülər ki, İmam Rıza əleyhissalamın elmi möcüzəvidir. Kiminsə də yanında dərs oxumur. Onun elmi lədunnidir. Allah tərəfindən bəxş olunmuş bir elmdir. Və çoxları da oradaca müsəlman olurdular, İmam Rıza dostu olurdular və dönürdülər öz məkanlarında, öz ölkələrində, öz dövlətlərində İslamı təbliğ edirdilər. Ona görədir ki, deyirlər ki, ən çox başqa millətlərin arasında İslamın yayılmasının səbəbkarlarından biri İmam Rıza əleyhissalamdır. Bəlkə də birincisi İmam Rıza əleyhissalamdır. Məsələn, elə bizim Gürcüstanda İmam Rıza əleyhissalamın, bilirsiniz, tarixdən, İslam tarixindən oxuyubsunuz, İmam Rıza əleyhissalamın səhabələri var idi, Tiflisi ləqəbi adında. Ya buralıydılar, ya oradan göndərirdi İslamın təbliğinə, burada təbliğlə məşğul idilər. İmam Rızanın dostları idi, İmam Rızanın səhabələri idi, tələbələri idilər. Doğrudur, Gürcüstan Əhl-i Beyt dostlarının tarixi ondan biraz da qədimə, yəni elə İslamın ilk dövrünə, Peyğəmbərin rihləti zamanına təsadüf eləyir, yəni hicrətin əvvəl illərinə, 646, bəziləri 642-ci il deyirlər. Yəni daha sonralar İslam Gürcüstanda möhkəmlənməsi üçün, elmi şəkildə formalaşması üçün, ayaq tapması üçün digər İmam Sadiqdən başlayaraq İmam Rıza əleyhissalama qədər burada tələbələri və dostları var idi. Mən bunu həmişə təkrar eləyirəm. İnşallah təkrar eləməkdə fayda var. Bir də budur ki, deyirlər ki, Gürcüstanda Əhl-i Beyt dostları, Azərlər, Türklər, nə bilim, Qarapapaq türkləri, bunlar Səfəvi hökumətinin zamanında gətirildibdir. Yəni, Səfəvi hökuməti, Şah İsmail hakimiyyəti 1501-ci ildə quruldu, elan olundu. Amma ondan da hələ 500 il öncə İmam Rızanın burada tərəfdarları yaşayırdılar, Tiflisi ləqəbindən və burada İslamı təbliğ edirdilər. Xülasə olaraq, yəni demək istəyirəm ki, İmam Rıza əleyhissalamın və belə deyək, Harun Ər-Rəşdin qurduğu məclislər İmam Rızanın vasitəsilə qeyri-millətlərin arasında əlhamdülillah yayıldı və inkişaf elədi. Mən bir dənə hədis qeyd eləmişəm, sözümü uzatmadan keçmək istəyirəm ki, biz nə üçün İmam Rızanın ziyarətinə gedirik və İmam Rıza ilə bir ruhi bağlılığımız da varmı, əxlaqi oxşarlığımız da varmı? Əgər yoxdursa da 3-4 dənə İmam Rıza əleyhissalamdan xüsusiyyətlərindən qeyd eləmişəm, onu siz əzizlərin hüzurunda oxuyuram. Muhammed Ali Muhammedə bir dənə salavat deyək. Allahümmə səllə alə Muhammed və Ali Muhammed və əccil fərəcəhəm. İbrahim İbni Abbas ravidir, möhtəbər insanlardandır. O nəql edilir ki, mən İmam Rıza əleyhissalam qədər fəzilətli bir adam ömrüm boyunda nə görmədim, nə eşitmədim. Yəni fəzilətdə İmam Rızaya çatacaq, İmam Rıza əleyhissalamla müqayisə olunacaq bir şəxs görmədim. Sonra davam edir sözündə, deyir ki, o heç kəsə zülm eləmədi. Yəni İmam Rıza əleyhissalam heç kəsə zülm eləmədi. Zülmün indi biz elə biraz fiziki başa düşürük, amma onun mənəvi, əxlaqi tərəfləri də var ki, zülm biraz geniş mənasındadır. Zülm, belə deyək, əxlaqi rəzilələrin ən çətinlərindəndir, ən şiddətlilərindəndir ki, küfürün də ayaqlarından biri sayılır, fiskin də ayaqlarından biri sayılır. O deyir, mən İmam Rıza əleyhissalamdan heç vaxt zülm görmədim. Yəni, heç kəsə zülm eləmədi. İkinci buyurur ki, heç vaxt heç kəsin sözünü kəsmədi. Yəni, söz kəsmək məsələsi bizə adi, sadə görünə bilər. Ancaq bilirik ki, kim ki məclisdə, görüşdə, danışıqda tez-tez başqasının sözünü kəsirsə də o adamın şəxsiyyət boşluğu var,
o adam dolu bir adam deyil, samballı bir adam deyil və özünün cılızdığını biruzə verir. Yəni, baxsanız görərsiniz ki, həyatda da bu cür adamlar təəssüflə ki, rastlaşılır. Və buyurur ki, danışan adamın sözünə elə qulaq asırdı ki, sanki bu sözü ilk dəfə eşidirdi. Amma kim onlara nə isə də öyrədə bilibdi? Kim onlara nədənsə də xəbər verə bilər? Amma danışana ehtiram olsun deyə özünü elə aparırdı ki, sanki ilk dəfədir bu sözü eşidir. Və buyurur ki, İmam Rıza əleyhissalamdan məclisə girəndə hamıdan sonra əyləşərdi məclisdə. Cəmaat yerləşərdi. Bəzən İmam Rıza zəvvarlarının və Kərbala zəvvarlarının elədiyi əməllərin tərsinə. Yəni, yolda gedəndə hamı deyir, qabaqda mən oturum, tez mən yerləşim, tez mən dəstəmaz alayım, tez mən istirahət eləyim. Amma İmam Rıza əleyhissalam belə deyildi. İmam Rıza əleyhissalam gözləyirdi, hamı yerləşirdi, hamı rahatlanırdı. Ondan sonra İmam Rıza əleyhissalam otururdu, əyləşirdi. Və bir xəssiyyətində deyim da sözümə xitam erim. Buydu ki, İmam Rıza əleyhissalamın deyir ki, heç vaxt ona pənah gətirən olmadan əyləşməzdi süfrəyə. Yəni, yemək yeməzdi. Yəni, indiyə ehtiyacı olan adam gəlirdi, yəni tək yemək yeməzdi. O Peyğəmbərdən xatırladığımız, Peyğəmbərdən nəql elədiyimiz sifətlərin bir çoxu elə İmam Rıza əleyhissalamda da təkrarlanır. Allah inşallah bizi İmam Rıza ilə məşhur eləsin. Allah bizi İmam Rızanın həqiqi davamçılarından, layiqli davamçılarından qərar versin. Allah ata-anamızı qəriq rəhmət eləsin. Allah cəmi əhl-i beyt dostları ki, müsəlmanlar ki, dünyasını dəyişiblər, hamısının günahlarına qələmi əfv çəksin. Allah İslam düşmənlərini məhvi nabud eləsin. Allah müsəlmanların izzətini daha da artıq eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu samad. Ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan ahad. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və salatu və selamu ala seyyidina və nəbiyyina Əbil Qasimil Mustafa Muhammed və ala alihi ətyəbinəl əthərin siyyəma bəqiyyətillah fil ərəzin və səllə alə aliyyin əmiril müminin və Fatimətəz Zəhra seyyidəti nisa'il aləmin və səllə aləl Həsəni vəl Hüseyin seyyidi şəbabi əhlil cənnə və alə Ali ibn Hüseyin və Muhammed ibn Ali və Cəfər ibn Muhammed və Musa ibn Cəfər və Ali ibn Musa və Muhammed ibn Ali və Ali ibn Muhammed və Həsən ibn Ali və xələfil qaimil məhdi əcəlallahu Teala fərəcəhü şərif. İbadallah, usikum və nəfsi bitəqvallah. Allah bəndələri, əziz möminlər və möminələr, özümü və sizi təqvalı olmağa çağırıram. Bir dənə Quran ayəsindən söhbətimizi İmam Rıza əleyhissalamın haqqında davam elətdirmək istəyirəm. Buyurur ki, Bismillahirrahmanirrahim. Sənurihim ayatina fil afaqi və fil ənfusihim həttə yətəbəyyənə ləhu ənəhu ləhul haqq. Sədəqallahul aliyyul adim. Əziz möminlər, qeyd elədik ki, kəramət günlərini yaşayırıq. İmam Rıza əleyhissalamın doğum günləri qarşıdadır. O günləri Allah inşallah layiqincə qeyd eləməyi hər birimizə qismət eləsin. Bu oxuduğum ayənin məzmunu, mənası belədir ki, Allah Teala buyurur ki, misal vurur kamil insanın məqamını çatdırmaqdan ötürü misal vurur. Deyir ki, biz tezliklə öz ayə və nişanələrimizi bütün aləmlərdə və bütün üfüqdə, indi mən bunun təfsirinə, tərcüməsinə dəqiqliyi ilə keçmirəm və onların özündə, yəni insanın özündə göstərəcək. Buradan belə başa düşülür ki,
kamil insanı Allah Müteal bütün kainata bərabər hesab eləyir. Bütün kainata kamil insanı bərabər hesab eləyir. Və buyurur ki, bütün aləmdə və bütün afaqlarda və bütün belə deyək, dünyanın, Məkkəni təfsirdə deyirlər və dünyanın digər bütün belə deyək, məqamlarını, məkanlarını misalı vururlar, amma hər kəsə və hər yerə aiddir. Allah Teala buyurur ki, mən aləmlərdə və insanda öz nişanəmi göstərəcəm. Yəni, buradan belə başa düşülür ki, kamil insanı Allah Teala bütün aləmlə müqayisə eləyir. Yəni, buyurur ki, aləmi dərk eləmək varlıq aləmindən söhbət gedir. Varlıq aləmini dərk eləmək nə qədər çətindirsə, kamil insanı da dərk eləmək o qədər çətindir. Yəni, mən demək istəyirəm ki, biz İmam Rıza Aleyhisselamın haqqında sadə dillərlə, sadə misallarla nə anlada bilərik, nə anlaya bilərik. O ki, eşitmişik böyüklərdən deyirlər ki, üç şey bərabərdir. Quran-ı Kərim, kamil insan, bir də aləmlərin varlıq aləmi. Əgər Quranda olanı danışdırsan, olacaq kamil insan. Əgər Quranda yazılanları və kamil insanın danışdıqlarının şəklini çəksən, olacaq varlıq aləmi. Dünyada gördüklərimiz kainat və təbiət. Bu üçü bərabərdir. Ona görə Allah Teala Quran-ı Kərimdə bu cür misal vurur və insanın, kamil insanın məqamını bu cür yetirməyə çalışır bizə. Ki, təbii ki, o kamil insanlardan biri də İmam Rıza Aleyhisselamdır. İmam Rıza Aleyhisselamın fəzilətindən günlərlə, saatlarla danışsaq, həqiqətən nə vaxt çata bilər, nə də bizim ona o imkanımız vardır ki, İmam Rıza Aleyhisselamı olduğu kimi təqdim eləyək, təbliğ eləyə bilək. Mən siz dostlara da biraz təkrar olsun, özümə də təkrar olsun deyə əvvəldə birinci xütbəmdə olan üslubdan yenə istifadə eləyəcəm və demək istəyirəm ki, Əhl-i Beyt imamlarının, məsum imamların hərəsi bir hadisə ilə məşhurdur. Əvvəlcə dedik, hərəsinin bir xüsusiyyəti var. Ki, misal vurduq, Heydər-i Kərrar, Müctəba, Seyyid-i Şühəda bu imamların xüsusiyyətləri idi. Amma bir də imamların özü tarixdə hər hansı bir hadisələrlə məşhurdular. Məsələn, əgər Həzrəti Əli əleyhissalamı misal vurmaq istəsək, tarixi hadisələrdən deyə bilərik ki, haqqı qəsb oldu tarixdə. Peyğəmbərdən sonra İmam Əliyə zülm oldu və yaxud da İmam Əlinin zamanında 3 dənə daxili müharibə baş verdi. Bu, İmam Əli əleyhissalamın imaməti dövründə baş vermiş ən böyük hadisə idi. Mən demək istəyirəm. Məsələn, İmam Həsən əleyhissalamın zamanında baş vermiş ən ağır hadisə, bəlkə faciə deyək, ən yadda qalan hadisə İmam Həsənin Muaviyyə ilə sülhə məcbur olunması idi. Yəni, İmam Həsən əleyhissalam boyda şəxsiyyət elə bir şərait yarandı. Müsəlmanların nadanlığı, Muaviyyənin hiləgarlığı İmam Həsən boyda şəxsiyyəti Muaviyyə ilə sülh eləməyə vadar elədi ki, onun da sonu Kərbala faciəsi ilə nəticələndi. Ya İmam Hüseyin əleyhissalamın özündən danışmaq istəsək, Kərbala qiyamını misal vurmaq olar. İmam Zeynalabidin əleyhissalamdan danışmaq istəsək, Səyfi Səccadiyyəsini misal vurmaq olar. İmam Məhəmməd Baqir əleyhissalamdan danışmaq istəsək, o Bəni Ümeyyə ilə Abbasilərin zamanındakı hadisələrdən istifadə elif, elə zaten dedik, ləqəbi də Baqir, Əhl-i Beyt elminin, İslam elminin inkişaf eləməsi və yayılması məsələsi. İmam Sadiq əleyhissalamın yenə o cür xüsusi müstəsna xidmətləri, elmi xidmətləri və Cəfəri məzhəbinin formalaşma zamanı. İmam Musa Kazım əleyhissalamın misal vurmaq istəsək, məsələn, misal vura bilərik zindan məsələsini. Ömrünün çox hissəsini zindanda keçirməsi və o zindandakı hadisələr. Daha məsələn, İmam Rıza əleyhissalamın özünə gəlmiş olsaq, İmam Rıza əleyhissalamın da ən böyük
fərqləndirici, yəni altını cizərək, belə deyək, göstərmək istədiyimiz xidməti, vilayəti təbliğ eləməsi idi. Yəni İmam Rıza əleyhissalamın baxarsan ömrü boyunda ən təsirli hərəkətləri və danışıqları vilayət mövzusundadır. Qədirxum haqqında məsələn hədis eşitmək istəsək, görək ki, doğrudan da İmam Rıza əleyhissalam orada çox təsirli bir hədis və kəlam söyləyibdir. Və yaxud da digər mövzularda çox olubdur ki, ya İmam Zaman əleyhissalamın haqqında görürsən ki, zühurdan soruşulanda İmam Rıza əleyhissalam deyir, ayağa durardı. Mən deyir, bütün müsəlmanların şərəfinə və zühurun şərəfinə ayağa dururam. Deyərdilər, niyə ayağa durursun? Bu cür elan ellərdi imamların vilayətini müsəlmanların gözündə əzəmətli təqdim eləyərdi. Onlardan ən mühümü dedik ki, keçən xütbənin bir parçasında dedik İmam Rıza əleyhissalamı ki, Harun Ər-Rəşid vadar elədi Mədinədən Xorasana gətirilsin. Orada iki dənə hadisə çox yadda qalan oldu. Birini dedik ki, deməli, Mərv hadisəsi idi və insanlarla görüşməməkdən ötürü, mən dostların əksəriyyəti yox idi, bu hissəsini xülasə olaraq təkrar edirəm. Mərv hadisəsi idi, orada 6000 nəfər böyük alimlə, xristiyan alimlərindən, yahudi alimlərindən, məcusi alimlərindən və müsəlmanların alimlərindən ki, onların əksəriyyəti əhl-i sünnət qardaşların alimləri idi. İmam Rıza əleyhissalamdan çoxlu suallar soruşdular və İmam Rıza əleyhissalam hər bir orada suallarını cavablandırdı. Hamısı da etiraf elədi ki, sənin atan sənin haqqındakı demişdi, sən Ali Muhammedin alimisən, biz bunu təsdiq eləyirik. Allahümme salli ala Muhammed və Ali Muhammed və əcəl fərəcəm. İmam Sadiq əleyhissalamdan da hədis və buyurur ki, İmam Kazimə söylüyor, deyir ki, sənin oğlun Ali Məhəmmədin alimidir. Bunu kimdir deyənə? Bunu deyən İmam Sadiqdir. İmam Sadiqin özünün 4000 tələbəsi var. 4000 tələbəsi. O tələbə də İmam Sadiqin qarşısında tələbə idi. Bizim içimizdə olsa böyük şəxsiyyətli alimlərdilər. Eləsi var 200 cilt kitab yazıbdır. İmam Sadiqin tələbələrindən 200 cilt kitabın müəllifi olan alimlər var. Özdə tək dini sahədə deyil ki, astronomiya, riyaziyyat, tibb və çoxlu dini, belə dünyəvi sahələrdə İmam Sadiq əleyhissalam tələbələr yetişdirmişdilər. İmam Sadiqin ləqəbi deyil, alimi Ali Muhammed. İmam Sadiq və digər imamların, eyni zamanda İmam Kazimin, İmam Rıza əleyhissalam haqqında söylədiyi ləqəb alim Ali Muhammeddir. Yəni bunu digərləri də, başqa millətlər də orada etiraf elədilər ki, biz, məsələn, sual idi, nə üçün sənə Ali Muhammedin alimi deyirlər? Ona şahid olduq. Yenə deyirəm, hərəsi ayrı-ayrı sahələrin alimi, ayrı millətləri olduqlarına görə təəccübləndirirdi ki, bir adamda bir belə elm olarmı? Yəni, həm hazır cavablıq var idi. Bizim də Həzrət Əli əleyhissalamın qəzavətləri var idi. İndi imamın, bəlkə müqayisə eləmək olmaz İmam Əli kimdənsə də. Amma İmam Rıza əleyhissalamdan Harun deyir ki, o həmin alimlərin içində sındırmaqdan ötürü deyir, biz Peyğəmbərin öz əmsinin nəslindən gəlmişik. Yəni, bizim nəslimiz oradan davam eləyir. Abbasın, Abbasilər adından məşhur idi. Amma deyir, sən Peyğəmbərin əmsi oğlunun nəslindən davam eləysən. Yəni, demək istəyir ki, sən bir köynək kənarsan. İmam Rıza əleyhissalama cəmaatın gözündə adiləşdirməyə çalışır. İmam Rıza əleyhissalam buna dedi ki, Peyğəmbər sizdən qız istəsə evlənmək üçün verərdinizmi? Deyib, əlbəttə bizə şərəf idi Peyğəmbərin qız istəyə, biz də ona qız vermək. Amma buyurur ki, Peyğəmbərin bizdən qız almaq haramdır. Çünki Peyğəmbər bizə məhrəmdir. Gör, necə onu o insanların içində tuturub. Allahümme salli ala Muhammed və ali Muhammed və həccil fərəcəm. İkinci hadisəyə keçək. İkinci hadisə Nişabur hadisəsidir. İnsanlar eşidib ki, İmam Rıza əleyhissalam Xorasana gəlir.
deyirlər ki, 120 min nəfər insan İmam Rızanı qarşılanmağa çıxmışdılar. Gördülər və həyəcandan, sevincdən göz yaşlarını saxlaya bilmirlər və istədilər ki, İmam Rızadan xahiş elədilər ki, bizə bir dənə hədis denən ki, bizim üçün yadda qalan olsun və çox faydalı olsun. İmam Rıza əleyhissalam buyurdu ki, kəlimətü la ilahə illallah hisni, fəmən dəxələ hisni əminə min əzabi. La ilahə illallahı kim söyləsə, sanki mənim əmnəmanlıq qalama daxil olar. Bu hədisi qudsidir. Allah Teala buyurur, deyir ki, kim la ilahə illallah kəlməsini söyləsə, mənim əmnəmanlıq qalama daxil olar. Bu da indi müsəlmanların arasında bir qardaş anlamına gəlməlidir ki, la ilahə illallah əhli hamı bir-birindən qardaşdır, bir alənin üzvüdür. Yəni bir qalaya daxildir, Allahın o aləsinin üzvüdür. Mən burasını izah eləmirəm, amma burada söz həqiqətən çoxdur. Qardaşlıq anlamında burada söz çoxdur. İmam Rıza əleyhissalam cəmaatı təəccübləndirdi, amma sözün sadəliyi ilə təəccübləndirdi. Cəmaat 200 ilə yaxındır, la ilahə illallah deyir. İmam Rıza əleyhissalam gəlib bunlara la ilahə illallah haqqında hədis öyrədir. Yəni insanlar təəccüb elədi ki, biz Peyğəmbər balasından bunu gözləmirdik. Daha böyük söz gözlürdü İmam Rızadan, yeni bir söz gözlürdü İmam Rızadan. Amma onlar sözün əmiridir, Əhl-i Beyt sözün əmiridir. Elə bir səhnə qurmuşdu ki, İmam Rıza əleyhissalam heç vaxt unudulmayacaqdı bu səhnə. 120 min tamaşaçısının qarşısında İmam Rıza əleyhissalam çıxış eləyir. Cəmaat təəccüb elədi. Dedi, bizim gözlədiyimiz bundan çox-çox yüksək bir sözləri idi, yeni bir sözləri idi. İmam Rıza əleyhissalam dəvəsi hərəkət elədi, İmam Rıza əleyhissalam onun üstündə hamı da tamaşa eləyir. Deyir ki, niyə bizə belə bir söz dedi görəsən, niyə belə bir sadə söz dedi? Dayandırdı İmam Rıza əleyhissalam öz minini və sözünə davam elədi. Dedi ki, lakin bi şərtiha və şurutiha və ənə min şurutiha. Deyir, biz ki, deyirik, la ilahə illallah kəlməsi Allahın əmnamanlıq qalasıdır və hər kəs o qalaya daxil olsa əmnamanlıqdadır, onun şərti var. Və mən onun şərtlərindənəm. Özdə bu hədisin adına nə dedilər? Silsilətü zəhəb. Qızıl silsiləli hədis, qızıl qaynaqlı hədis. Gör, İmam Rızanın mesajına baxın siz burada. Cəmaata nə öyrədir o 120 min nəfərə ki, neçə illərdir la ilahə illallah deyəsiz. Yəni, bu tövhid elmlərini əxz eləyəsiz, götürürsüz, öyrənəsiz. Onun, o belə deyək, o çeşmənin, tövhid çeşməsi ki, cəmaatı ruhi, mənəvi baxımından qidalandırır, onun siz qaynağını və ora gedən yolu dəqiq bilməlisiniz. Buyurur ki, hədisə necə başladı? Dedi ki, mən öz atamdan eşitdim həmin bu hədisi, kəlimətü la ilahə illallah. Dedi ki, mən öz atamdan eşitdim. Yəni, İmam Kazım əleyhissalamdan eşitdim. O öz atasından eşitdi. Yəni, İmam Cəfər Sadiqdən eşitdi. O öz atasından eşitdi, yəni İmam Baqirdən eşitdi. O öz atasından eşitdi, İmam Zeynalabdin əleyhissalamdan eşitdi. O öz atasından eşitdi, İmam Hüseyin əleyhissalamdan eşitdi. O öz atasından eşitdi, İmam Əlidən eşitdi. İmam Əli də öz qardaşı Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm Allahümme sallallahu Muhammed və aleyhi Muhammed əcəl fərəcəm. O da Cəbraildən, Cəbrail də Allahın bu cür buyurduğunu dedi. İndi təsəvvür edin, 120 min nəfərə hamısı söz gözləyir İmam Rızadan, onlara bunu başa salır ki, siz tövhidə gedən yolu bizdən keçməlisiniz. Yəni, la ilahə illallah qalasına daxil olmaq istəyirsinizsə də onu bizdən öyrənməlisiniz. İmam Kazım ta qayıdır Peyğəmbərə və Cəbrail, o da Allah Cəllə Cəlaluhunun özündən nəql eləyir birbaşa. Bax, əzizlərim, bizim
o ki dedik İmam Rıza əleyhissalam vilayətin digər imamlarla daha çox fərqləndirən cəhəti vilayəti təbliğ eləməsidir ki, o da biz müsəlmanlar arasında hər gündəlik həyatımızda, yəni hər gündəlik həyatımızda tarixdə qalmayıbdır vilayətin təsiri ki, əvvəldə qeyd elədiyim kimi, belə deyək, tarixdə qalıb köhnəlməyib vilayət məsələsi. Vilayət məsələsi bu gün də gündəmdir. O müsəlmanlar ki, vilayətdən kənar qalıblar, həqiqətən də əmin-amanlıq qalasından kənardadılar. Dediyim kimi 2 milyarddan çox müsəlman, 10-12 milyon işğalçının əlində, zalimin əlində aciz qalıbdır. Allah inşallah bizi həqiqi vilayət davamçılarından qərar versin. Allah günahlarımıza qələm əfv çəksin. Allah bizi bir-birimizə mehriban qərar versin. Allah inşallah dünya və axirətimizi abad eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kavsar. Fasalli li rabbika vanhar. İnne şâne'eke huvel abtar.